Xarici İşlər Nazirliyi Eritreyada saxlanılan gəmilərin heyətinin ölkəmizə geri gətirilməsi ilə bağlı məlumat yayıb. Məlumatda deyilir: ötən ilin 7 noyabr tarixindən etibarən Eritreya tərəfindən saxlanılan Caspian Marine Service BV şirkətinin Azərbaycan Respublikasındakı filial tərəfindən istismar olunan GMC Pəhləvan, GMC İgid və GMC 3 gəmilərinin heyətindəki 18 nəfər Azərbaycan Respublikası vətəndaşları dövlət başçısının tapşırıqlarına uyğun olaraq Xarici İşlər Nazirliyinin Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, habelə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin birgə əlaqələndirmə işləri nəticəsində tərəfimizdə aparılmış uzun müddətli danışıqlardan sonra azadlığa buraxılaraq ölkəmizə geri gətirilib. Gəmi heyəti Eritreyada olan müddət ərzində ölkəmizin Efiopiyadakı səfirliyi vasitəsilə heyətə konsulluq dəstəyi göstərilib, onların müvafiq qaydada ehtiyaclarının qarşılanması məqsədilə aidiyyatı üzrə tədbirlər həyata keçirilib. Bu prosesdə yaxından dəstək göstərən Azərbaycan Respublikasının Eritreya dövlətindəki səfirliyinə dərin minnətdarlığımızı bildiririk.